Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu barədə Azal informasiya yayımlayıb. Aviaşirkət bəyan edib ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandırılacaq. Bundan əlavə Azalın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan 2 reysi də təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar deyə Azalın məlumatında diqqətə çatdırılır. Turab bəy, elə bu iki istiqaməti sizinlə də danışa bilərik. Bir tərəfdən dediyimiz kimi Bakıdan Moskvaya gedən reyslər gecikir və istiqaməti dəyişdirilir. Çünki Ukrayna dronları səmada uçuşur. Digər tərəfdən isə Hindistana gedən reyslərimiz də təxirə düşür. Çünki burada da Pakistan-Hindistan gərginliyi var. Bu qədər təhlükəsiz bir dünya yaranıb. Artıq uçuşlarla bağlı tərəddüdlər var. Ən azından Azərbaycanın başına gəlmişdi bu Rusiya səmasında vurulan təyyarəmizdən sonra. İstərdim ki, bu istiqamətləri danışaq. Bu gərginliyi nə zaman səngiyəcəyi ehtimal oluna bilər? Biz istənilən halda bu gərginliyin hələ ki biz eskalasiya etdiyini görürük. İstər Rusiya səmasında, istər Pakistan-Hindistan arasında elə dün axşam saatlarına bilirsiniz. Yəni qarşılıqlı çox ciddi raket zərbələri oldu. Pakistan-Hindistanın onun hərbi və mülki obyektlərini hədəf aldığını, xeyli tələfat olduğunu bildirir. Onun qarşılığında yəqin ki, müəyyən cavab zərbələri olacaq. Ancaq biz gördüyümüz hələ ki, odur ki, Pakistan cavab zərbələrini aşağı səviyyədə saxlayıb, yəni hadisəni eskalasiya aparmaq istəmir. Ancaq bu hava məkanı ilə bağlı məsələ yeni deyil. Elə o ilk hadisələr başladığı dövrdən etibarən vardı. Hətta bu mütəmadi hal alır bəzən Hindistan-Pakistan arasında. Məsələn, adətən uçuş 4 saat yarım, 4 saat çəkdiyi halda qayıdış 1 saat yarım daha çox çəkir. Çünki çox oradan qayıdan reyslər belə yenə də Pakistan üzərində səmasını istifadə eləmirdi. Yəqin ki, indi də eyni şəkildə olacaq. Bir sıra hallarda dönüş reysləri fərqli ölkələr üzərində həyata keçirməyə çalışacaq. İndi birbaşa reyslərlə bağlı açığı məlumatım yoxdur. Elə mən də sizlə öyrəndim ki, indi hazırda o reyslər olunub. Digər tərəfdən Moskva ilə bağlı da aşağı-yuxarı vəziyyət bəllidir. Çünki Rusiya aeroportdan təhlükəsizliyini təmin edə bilmir. Hətta bir neçə gün öncə yenə Domodedovo aeroportu bildiyim qədər bağlanmışdı. Digər aeroportlarla bağlı deyək ki, belə bir addımlar atılmışdı. İndi yenə də orada rejimlərdə dəyişiklik olub. Yəni əlavə aerodromlara yönəldirlər, birbaşa qəbul edə bilmirlər. Bu faktiki olaraq əslində bir tərəfdən Rusiya kimi bir dövlət üçün həm də ayıb sayıla biləcək bir şeydir. Çünki öz ərazisində demək ki, hava sahəsini təmin nəzarət edə bilmir. Ukraynanın 100 kilometrlərlə məsafədən etdiyi hücumların qarşısını ala bilmir. Amma digər tərəfdən kənar ölkələr üçün də istər bizim üçün, istər digər ölkələrin hava yolları üçün bu təhlükə yaradır və deyək ki, burada maksimum şəkildə bu ölkələr ya konfliktdən qaçmağa, ya da ki, konflikt anında deyək ki, əlavə aerodromlardan, əlavə şəhərlərdən məsələn istifadə etməyə çalışırlar. Gözlənilən odur ki, ən azından Rusiya-Ukrayna arasında atəşkəsə yaxınlaşılarsa və yaxud hansı şəkildə bu təhlükəsizlik problemi həll olunarsa, bu gələcəkdə Rusiya uçuşlarda bu problem aradan qaldırıla bilər. Hindistan-Pakistan arasında isə əlbəttə ki, ölkə arasında münasibətin normallaşmasından asılıdır. Çünki orada faktiki olaraq ölkələr bir-birinə qarşı embargolara başlayıblar. Yəni Hindistan həm hava sahəsini bağlayıb, həm əvəzinə deyək ki, dəniz limanlarını bağlayıb, eyni şəkildə Pakistan davranıb. Yəni düşünürəm ki, hətta bu ölkələr arasında indi qarşılıqlı bu raket zərbələri daha böyük müharibəyə, daha böyük eskalasiyaya çıxarmasa belə və yaxud hətta ölkələr hansı şəkildə konfliktin eskalasiyaya nəzarətə alınması ilə bağlı bir razılığa gəlsələr belə, bu sərhədlərin qarşılıqlı şəkildə hava məkanının açılması nə vaxt baş verəcək, o da belə tezliklə olacaqmı, onu demək də tezdir. Çünki dediyim kimi, onsuz da bu ölkələr arasında daimi olaraq bir sürtüşmə var və vaxtlaşıq olaraq siz Hindistanın uçuşlarda Pakistan hava sahəsindən istifadə edilib-edilmədiyini görə bilərsiniz. Yəni, hətta bu konfliktdən əvvəl belə bu ehtimallar vardı. İndi isə nəzərə alsaq ki, arada faktiki olaraq adı qoyulmasa da ilkin müharibə elementləri görünür iki ölkə arasında. Belə olan halda bu mövqedən tezliklə tərəflər geri çəkiləcəklərmi, yenidən əvvəlki, müharibədən əvvəlki dövrə, yəni hava məkanı açıq olduğu bir dövrə qayıdacaqlarmı, ona açığı demək çətindir. Yəqin ki, burada ya alternativ bir yol tapmalıdırlar, deyək ki, hansısa alternativ uçuş yollarından istifadə olunmalıdır, yaxud da ki, bu reyslər bir müddət elə təxirə salınaraq, yəni bu şəkildə ləğv olunacaq və təxirə salınacaq bu şəkildə.